19 yanvar 2026 il Hidayet Ölmez'in hayatı 70 santimetre kar var. Çıkmışam tövlənin kumuna. Aynı bu qarı təmizləyirəm. Bu qarı təmizləməsəm tövlə yıkılacak. Mallar içinde tələf olacak. Allah eləməsin. Bizim yaşayışımız budur. Yani kənd yerinde yaşayış herkesin hünəri deyil. Herkesin hünəri deyil. Herkesin başı üçün deyil ki kənd yerinde yaşasın. Yani yayda, yazda, kışın tədarükü görsün. Bu 4 ay qışda, yani Ağzamın kəndində lap qış 5 ay olur. Mən 4 ay deyirəm. Belədir. Bizim yaşayışımız budur. İndi hal-hazırda qonşu kəndlərlə, rayon mərkəzi ilə əlaqə kəsilib. Ümumiyyətlə bizə baxan yoxdur. İşıqlarımız sönüb. Gecə saat 12-dən sönüb, indi bilmirəm saat 2-dir, 3-dür. Hələ ki işıqlar yoxdur, internet yox. Sosial şəbəkələrə yəni girə bilmirik. İndi onsuz da harada